Havaların isinməsi ilə zəhərlənmə hallarının sayında da artım var. Son bir ay ərzində 50-yə yaxın qida zəhərlənməsi qeydə alınıb. Son bir neçə gündə təkcə Tovuzda 26, Naxçıvanda 17 nəfər qidadan zəhərlənib. Mütəxəssislərin fikrincə, xüsusilə mayonez tərkibli qidalar bu aylarda risk amilini artırır. Yay fəslində mütləqdir ki, həddindən artıq yağlı, xəmir xörəkləri olan unlu qənnadı məmulatların istehlakı tövsiyə olunmur. Dönərlərdir, fast-foodlardır, rollardır, şaurmalardır. Mal əti ilə, qoyun əti ilə hazırlanan ağır qidalardır. Açıqda qalan bu salatlarla həmin o dönərlərin qəbul olunması heç də yol verilən bir hal deyildir. 5 və 65 dərəcə Selsi müsbət təbii ki, qida temperaturu bu göstərici arasında qida qəbul olunmamalıdır. Bu, insan sağlığına ciddi şəkildə fəsad yarada bilər və insanın zəhərlənməsinə, qusma, ishal, diareya, digər hallara qədər gətirib çıxara bilər. Ekspert həmçinin qidaların dondurulduqdan sonra təkrar olaraq buzluğa qoyulmasının düzgün olmadığını bildirir. Dona açılmış qida bakterioloji cəhətdən daha tez çirklənir. Yay adətən balıq, digər dəniz nemətləri, eyni zamanda salatlar, müxtəlif meyvələrdən ərsəyə gələn meyvə salatları, meyvələrin istehlakı, mövsümə uyğun olaraq qarpız, yemişin istifadəsi, yəni qovunun istifadəsi, bunlar nəzərdə tutulur. Sendviçlərdirsə, salatlardirsə, hər hansı bükmələrdirsə, mütləq 5 dərəcəlik soyucuda saxlanmalı və ondan sonra sərin saxlamaq üçün, soyuq saxlamaq üçün bir qaba, bir saxlanc qabına yerləşdirməli və bu şəkildə istehlak olunmaq üçün aparılmalıdır. Ekspert həmçinin vətəndaşlara qəbul etdikləri ərzaqların təzə və təravətli olmasına xüsusi diqqət yetirməyi məsləhət görür. Xüsusilə açıq havada və ya yol kənarında satılan qidalardan ehtiyatla istifadə olunmalıdır. Aylin Rəsulzadə, Səbuhi Mustafayev, İlham Əkəliyeva, Xəbər Ertəsi.